Önəmli məsələ budur. Bilirəm sizi də düşündürür bu sual ki, necə ümidsizliyə biz qalib gələk? Biz adətən həyatı elə təsəvvür edirik ki, həyatı problemdən kənarda təsəvvür edirik. Deyir ki, biz elə biz həyatımız olsun, problem orada olmasın. Problemsiz həyatımız olsun. Bu da mümkün ola bir şey deyil ki, problemi biz həyatdan kənar təsəvvür edək. Biz problemsiz xoşbəxt olmaya çalışmayaq. Bu mümkün ola bir şey deyil ki, elə peyğəmbərlərin də, imamların həyatında da problemlər olub. Biz problemlə yaşayıb xoşbəxt olmağı bacarmalıyıq. Bu cür baxışımız olmalıdır həyata. Yəni, əgər həyatımızda problem varsa, bu təbiidir. Hər bir insanın həyatında çətinliklər, sıxıntılar, problemlər, işsizlik, pulsuzluq hər bir insan həyatında ola bilər. Müəyyən dönəmdə, müəyyən vəziyyətlərdə ola bilir. Amma bizim həyata ümidlə baxmağımız bizə kömək edəcək ki, biz üzərimizdə işləyək, inkişaf eləyək, daha yeni nailiyyətlər, uğurlar əldə eləyək.